Qızlarınıza loru dildə desək, taxta-tuxtadan əvvəl onlara bir diplom verək, təhsil verək. Bu qədər yəni başıma gələn hər hansı bir hadisə falan filan yaşadıklarımdan sonra mənim universitetə qəbul olmaq yəni şansım 50-yə 50 idi. Bildiklərimdən 50-yə 50 idi. Ona görə o sualı verdim ki, harda sözlüyün mən özümə güvənirdim. Hə. Güvən var. Bəli, əlbəttə ki, var idi. Çox güvənirdim. Yəni sadəcə diplomsuz bir insan idim də o. Və bunu tanıdığım hamı da mənə deyir ki, Maya xanım, sənin bir tək diplomun əksikdir. Vaxtı ikən yadınızdadırsa, Maya xanımın ASTV-də o müsahibəsi yayımlananda bütün ölkədə, ölkə xaricində rezonans doğurdu ki, yəni bir şəhid anası ermənilərlə qonşu yaşamağa hazırdır. Onu mən deməliydim. Onu əsas nəyi diqqətə çatdırmaq istəyirdiniz orada? Allah onları canı sağ eləsin. İnşallah işğaldan azad edilən torpaqları da qurub quracağı günlər qədər, illər qədər cənab prezidentə və xanımına, ailəsinə Allah ömür versin, sağlam ömür versin. Can sağlığı versin, elə sizlə bərabər. Elə sualım da onunla bağlı idi. Həmin o ölkənin birinci şəxsləri ilə görüşünüzdə nə hisslər keçirdiniz? Çox qürurluydu, çox. İndi də, hələ də, yəni rastıma çıxır, gəlir, mənə deyirlər ki, ara sıra videolar paylaşılır. Bəli, ara sıra videolarım paylaşılır, sağ olsun dostlar, tanışlar hamısı. Həqiqətən özü bir qürur vericidir onun. Çünki hər kəsə nəsib olmur. Sərkərdə ilə görüşmək hər kəsə nəsib olmur, həqiqətən. Çox qürur vericiydi. Və elə bir sərkərdənin çətiri altında sizin oğlunuz döyüşüb və Qarabağı işğaldan azad edib. Salam hörmətli tamaşaçılar, əziz Qarabağlılar, mən Orxan Şirinli, hər birinizi salamlayıram. Hal-hazırda durduğum məkan Azərbaycanın Ağdamın igid qəhrəman övladlarının uyuduğu məkandır. Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanıdır. Bildiyiniz kimi neçə gündür Azərbaycan mediasında, sosial şəbəkələrdə məhz şəhid anası Maya Quliyevanın universitetə girməsi ilə bağlıdır. Artıq onunla bağlı ölkə mediasında sizlə reportajlar hazırlanır. İndi isə mən Maya xanımla elə burada Şəhidlər Xiyabanında birgə inşallah bu yayılan söz-söhbətə artıq biz istəyirik ki, yaxşı mənada bir son qoyaq, özü danışsın, gəlin elə onu dəvət edək və təbrik edək. Təşəkkür ederim. Salam Maya xanım, necəsiniz? Xoş gördük sizi. Hər birinizi xoş gördük, sən də tamaşaçılarını. Çox sağ olun. İlk öncə çox sağ olun, təklifimi qəbul elədiniz, gəldiniz bugün bizimlə reportaja. Doğrudan da şəhid anası kimi həqiqətən də biz sizinlə fəxr edirik, böyük bir qürur hissi keçirdirik ki, məhz siz Azərbaycana belə igid, qəhrəman bir övlad bəxş elədiniz və onların sayəsində biz Qarabağı yağı düşməndən azad etdik. Əlbəttə ki, acınız böyükdür, amma bununla da kifayətlənmədiniz. Biliyinizə bilik qatdınız, necə deyərlər. Mən məlumat vermək istəyirəm ki, Maya xanım artıq bir neçə ildir ki, Quzanlı qəsəbəsində yerləşən Ağdam Sosial-İqtisadi Kollecində təhsil alırdı. İndi isə siz təhsilinizi Gəncə Dövlət Aqrar Universitetində davam elətdirəcəksiniz. İnşallah, bəli. İnşallah. Buyurun, necə oldu, necə baş verdi? Özünüz məlumat verin. Təşəkkür edirəm Orxan sənə və sənin izləyicilərinə. Çox sağ ol, Allah razı olsun, minnətdaram. Həqiqətən 2 gündür telefonlarım susmur. İstər sosial şəbəkə üzərindən, istər telefon zəngindən. Dostlarıma da buradan təşəkkür edirəm. Məni tanıyan, tanımayan, sevincimə şərik olanların hər birinə sənin vasitənlə təşəkkür elədiyimə görə elə sənə də təşəkkür edirəm ki, bu imkanı mənə yaratdın. Sosial şəbəkədə, Facebookda dünən gecə mən məqalə yazdım. Amma belə də müraciətim həqiqətən lap yerinə düşdü. Çox sağ ol, əziz dostum. Sən özün bilirsən ki, mən hər zaman bütün çıxışlarımda qadınlarımızın təhsil almasına yönlü çıxışlarım çox olub. Qızlarımızın öz başıma gəldiyinə görə qızlarımızın tez ailə qurması, vaxtından tez ailə qurmasının, yəni təhsildən öncə, təhsil verilməzdən öncə ailə qurmasının, yəni əksinə çıxışlarım çox olub. Belə ki, yəni qızlarınıza loru dildə desək, taxta-tuxtadan əvvəl onlara bir diplom verək, təhsil verək.
Şərt o deyil ki, bütün qızlarımız ali təhsil alsın, bütün qızlarımız universitetə, akademiyaya falan qəbul olsunlar. Xeyr, yəni valideyn öz övladını tanıyır. Bilir ki, bu oxuyacaq ya yox. Əgər oxumayacaqsa ona bir sənəd verək. Çünki həqiqətən qızlarımızın əlində bir sənət olması, ali savadlı olması, qızlarımızın cehiz əvəzinə diplomla ailə qurması, ər evinə getməsinin tərəfdarı olan bir insanam. Bütün o çətinlikləri də vaxtında yaşamışam, onları da şükür Allahın bugündən aşmışam. Mənə gələn suallardan biri bir saytdan bir xanım mənə zəng eləmişdi ki, necə oldu müharibədən sonra, oğlunuzun itkisindən sonra, yəni o gücü, qüvvəti özünüzdə tapıb, yəni ali məktəbə qəbul olmaq şansında yürüdünüz? Çox düz bir sual idi. Həqiqətən, yəni bir çox insanlar elə bilir ki, əgər şəhid anasısansa, qara geyinməlisən və yas saxlamalısan. Amma biz bunu dərk etməliyik ki, şəhid anasıyıqsa, elə qırmızı paltarda biz geyinməliyik. Çünki bizim bax gördüyünüz bu şəhidlərimiz və bütün şəhidlərimizin, qazilərimizin, veteranlarımızın sayəsində biz Qarabağ torpağımızı, işğalda olan torpaqlarımızın hamısını işğaldan azad etdik. Və bu toy bayramı və bir daha anaların tabut qucaqlamaması sevincini biz yaşatdıq. Bu oğulların anası, bacısı, həyat yoldaşı, qızı, oğlu yaşatdı, atası yaşatdı, qardaşı yaşatdı. Elə biz də bu xalqın əgər bir 20%-ni təşkil ediriksə, şəhid ailələri olaraq, yəni ümumilikdə əhali sayından 20%-ni biz təşkil ediriksə, demək ki, bu 20% digər 80%-in azad yaşaması üçün, artıq yəni səksəkədə yaşamaması üçün, övladım əskər gedəcək də düşmənin gülləsinə, qəfil gülləsinə tuş gələcək, gəlməyəcək səksəkəsindən azad etdiyimiz üçün, yəni ən çox da biz o toy bayramı, o gözəl al buxaranı geyinməyi biz hak etmişik, belə desək. Qeyd edək ki, Maya Quliyeva şəhid Xalid Hassanın anasıdır. Xalid Hassan 1995-ci il yanvarın 26-sında Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə əslən Ağdam rayonunun Saybalı kəndindəndir. 1995-ci il iyul ayında Xalid Hassan 6 aylıq olanda Hassan ailəsi Sumqayıt şəhərindən Qazaxıstanın Almatı şəhərinə gəlir və burada yaşamağa başlayırlar. Bir müddət sonra Hassan ailəsi yenidən Azərbaycana qayıdır və Xalid Hassan 1-ci sinifə Bərdə rayon ərazisində Ağdam şəhəri 2 nömrəli tam orta məktəbində gedir. Daha sonra ailəsinin işi ilə bağlı yenidən Qazaxıstanda yaşayan Xalid Hassan 10-cu sinifə qədər Almatı şəhərində təhsil alır. Tam orta təhsilini Azərbaycanda bitirib. Ailəli idi, Məryəm adında bir qızı yadigar qaldı. Xalid Hassan 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Ağdam rayon hərbi komissarlığına müraciət edir. Azərbaycan ordusunun əskəri olan Xalid Hassan 2020-ci ilin sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb. Xalid Hassan noyabrın 4-də Kəlbəcər-Şuşa yolunun Ağdərə sahəsində şəhid olub. Allah rəhmət eləsin. Prezident İlham Əliyevin sərəncamına əsasən Xalid Hassan ölümündən sonra Vətən uğrunda medalları ilə Suqovuşanın azad olmasına görə cəsur döyüşçü və Vətənə xidmətə görə ordeni ilə təltif edilib. Bir gecə Ağdamda qonaq qalasan, Avdal Gülablıda süfrə salasan. Əgər tanımasan xəbər alarsan, Tursuyun laylası Qarabağdadır, Tursuyun laylası Qarabağdadır. Əziləm dağdadır, aramda həm dağdadır. Bu dünyanı gəz dolan, cənnət Qarabağdadır, cənnət Qarabağdadır. Necə bir his var idi sizdə universitetə daxil olmaqla bağlı? Özünüzdə inan var idi ki, siz universitetə daxil ola bilərsiniz kollecdən sonra? Hə, kollecdən sonra əlbəttə ki, var idi. Mən ümumiyyətlə
kollecə qəbul olan zaman verdiyim imtahan ərəfəsində də mən universitetə qəbul olmaq üçün imtahan vermişdim. Aha. Əslində kollecə qəbul olmağınız universitetdə daxil olmaq üçün bir əvvəl başlanğıc Bəli, idi. əvvəl, bəli, elə idi. Sadəcə qismət, yəni təhsilimizdə olan müəyyən dəyişikliklər, illər sonra mənim yəni uzun bir fasilədən sonra orta məktəbi bitirib də xaricdə Əlbəttə. yaşamaq, ailə qurmaq, bu qədər yəni başıma gələn hər hansı bir hadisə falan filan yaşadıklarımdan sonra mənim universitetə qəbul olmaq yəni şansım 50-yə 50 idi. 50-yə 50. Bildiklərimdən 50-yə 50 idi. Ona görə o sualı verdim ki, harda sözlüyün Mən özümə güvənirdim. Hə. Güvən var. Bəli, əlbəttə ki, var idi. Çox güvənirdim. Yəni sadəcə diplomsuz bir insan idim də o. Yəni və bunu tanıdığım hamı da mənə deyir ki, Maya xanım, sənin bir tək diplomun əksikdir. Bəli, onu mən bilirəm. Özümdə Hörmətli tamaşaçılar, demək olar ki, mən Maya xanımdan soruşdum ki, kamera arxası, daha sonra daha əvvəl görüşümüz zaman ki, necə oldu birdən xəbərsiz universitetdə sənəd verdiniz, imtahanı necə verdiniz, necə baş verdi bu birdən-birə? Heç birimizin xəbəri olmadı. hər şey bir olur. Suyun lalaxanı, adamın yerə baxanı. Maşallah. Allah həmişə səsinizi uca zirvələrdən gətirsin. İnşallah siz buna layiqsiniz. Ağdamın deputatı olacağam inşallah. İnşallah. Allah Ağdamdan. o günü də nəsib Və eləsin. mən o insanlara güvənirəm ki, məni tanıyan insanların hamısı, yaxından, uzaqdan tanıyan insanların hamısı, ən azından bu 6 ildir məni tanıyanlar bilirlər ki, mən dövlətimin, dövlətçiliyimin, cənab prezidentimin yanında olmuşam. Onun istər daxili, xarici siyasətinin yanında olmuşam. Bunu qoyub o tərəfə keçək. Sən özün bilirsən ki, cənab prezident o vaxt müharibədən sonra antiterror ərəfəsindən əvvəl bir çağırış eləmişdi, bir müraciət eləmişdi ki, Qarabağda qalıb yaşamaq istəyən ermənilər və Azərbaycan vətəndaşlığını qəbul eləyəcəklərsə qalsınlar, yaşasınlar. Və Şuşada ekofəalların aksiyasında özün bilirsən ki... O barədə sual vermək istəyirdim. Elə tam yerinə düşdü, hörmətli tamaşaçılar. Vaxtı ikən yadınızdadırsa, Maya xanımın ASTV-də o müsahibəsi yayımlananda bütün ölkədə, ölkə xaricində rezonans doğurdu ki, yəni bir şəhid anası ermənilərlə qonşu yaşamağa hazırdır. Onu mən deməliydim. Onu əsas nəyi diqqətə çatdırmaq istəyirdiniz orada? Prezident onsuz da demişdi ki, Azərbaycanda qalıb, Azərbaycan vətəndaşlığını qəbul eləyib, bizim bayrağımızın altından keçib, bizim vətəndaşlığımızı qəbul edən erməni, onsuz da onlar əgər bizim Azərbaycan vətəndaşlığımızı qəbul eləyiblərsə və bu dalğalanan bayrağımızın altından keçməklə özləri sınmış bir vəziyyətdə idilər. Doğrudur. Və sınmış erməni ilə də ölü erməniyə bir fərq olmadığına görə erməni ilə qonşu yaşamağa nə vardı ki, Xankəndidə və Xocalımızda. Və gün gəldi, mən deyən də oldu. Çünki antiterrordan sonra bildiyimiz kimi, hamımızın da şahid olduğu kimi Qarabağda müəyyən səbəblərdən ermənilər qaldı və biz də ora getdik, gəldik. O ermənilərin də sınmış vəziyyətdə orada yaşadığın, bizim onlara çörək verdiyimizi, onların bizə möhtac olduğunu görüb yaşadıklarını biz orada gördük. Mən o barədə demişdim, mən o mənada demişdim. Yoxsa heç kim, heç bir şəhid anası, şəhid ailəsi gedib də erməni ilə qucaqlaşıb da toy bayram yaşamayacaqdı. Zaten onlar bizlə yaşaya-yaşaya özləri təhqir olunmuş. Bilirsiniz nəyi çatdırmaq istəyirəm? O vaxtları ki, o ekofəallar ki, orada öz mücadiləsini aparırdılar, qarın, qışın, Şuşanın sərt qışında, bəli. Amma o bizə xoş idi. Axşamından səhərinə qədər. Bəli, səhərdən axşam 24 saat. 24 saat orada o aksiyada iştirak edirdi. Bəli. Yəni Maya xanım orada çatdırırdı ki, gün o gün olsun, inşallah ki, Xankəndi azad olsun. Yəni Maya xanım bir şəhid anası kimi özünü qabağa atdı və onu dedi ki, sıradan bir insan, mən razıyam. Yetər ki, bizim Xankəndimiz, Ağdərəmiz, Xocalımız, bizim qan yaddaşımız, Xocalımız işğaldan azad olsun. Mən razıyam. Gedib erməni ilə də olsa yaşayaram. Qonşu yaşayaram. Bəli, qonşu yaşayaram. Amma biz torpaqlarımızı alaq, suveren bir Azərbaycan olaraq həyatımıza davam edək. Biz durduğumuz ekofəalların aksiyası keçirilən məkandan ermənilər Xankəndi Xocalıdan hərəkət eləyirdilər. Yəni paralel Şuşa yolu ilə hərəkət eləyirdilər.
mən heç vaxt razı olmazdım ki, biz buradan Şuşaya, yəni getmək üçün Ağdamdan 30-40 kilometr olan yolu biz fırlanıb Füzuli, Ərəfəs, Xocavəndi, Zəfər yolu ilə biraz uzanır da. 3 saat, yəni həm də Vaxt yollar çox uzun, çox, həm bəli. vaxt uzun idi, həm yollar narahat idi. Yəni sıradan maşınlar gedə bilmirdi. Bu qədər məsafəni, yəni amma erməni bizim üzümüzə baxa-baxa oradan gülə-gülə keçib gedirdilər. Yəni mən onu heç vaxt özümə sığışdıra bilməzdim və biz Şuşada toy eləsəydik, bayram eləsəydik və ya gecə orada yatsaydıq, erməni xislətinə bələd olan biz hamımız bu müharibəni 93-cü ildən, 88-dən bu yana yaşamış mən, onun içində olan, mən bilirdim ki, erməni orada sakit durmayacaq. Əlbəttə. Mən o yenə də nöqteyə nəsə baş verəcək. Əlbəttə ki, yenə də nəsə baş. Şükür Allah'ın bu gününə, bəli, şükür Allah'ın bu gününə. Şükür İndi ordumuza. zənnimcə heç Xankəndidə və yaxud da digər bölgələrdə erməni qalmır. Bəli, bəli, heç qalmayıblar, qalsalar da belə. Demirəm, biz məcbur elədik getdilər. Xeyr, Yox, onsuz da bəli. bizim vətəndaşımız idi onlar. Bəli. Sadəcə onlar başa düşdülər ki, biz burada yaşaya bilmərik. Biz dünyaya sübut Bəli. elədik ki, biz Biz qəddar, tolerant bəli, millətik. tolerant millətik. Biz həqiqətən. bütün din nümayəndələrinə qucaq açan bir Doğru, doğru. dövlətik. Yəni Doğru. millət olaraq da biz bunu qəbul edirik. Yəni bizim dövlətimizdə, millətimizin içərisində bütün dinlərə mənsub başqa bir ölkənin vətəndaşları, din nümayəndələri də yaşayır, özü də dinc şəkildə yaşayır. Bəli, din şəkildə. Son olaraq Maya xanım, mən sizə hörmətli tamaşaçılar, bildiyiniz kimi Muğam Mərkəzinin açılışı zamanı cənab prezident İlham Əliyev və xanımı birinci vitse-prezident Mehriban xanım Əliyeva necə deyirlər, iştirak edirdi. Elə bu gün də bizim birinci xanımımız çox dəyərli Mehriban xanım Əliyevanın doğum günüdür. Laçın günüdür. Bugün Laçın Bəli, həm günüdür. də Bugün Laçın Mehriban günüdür. xanımın doğum günüdür. Bəli. Buradan Mən indi ilk öncə yayım nə vaxt üzr istəyirəm. Yayım nə vaxt efirə gedəcək bilmirəm. Buradan həqiqətən həmişə öz həyat yoldaşının yanında olan o xanımı təbrik eləyirəm. Ona can sağlığı arzu eləyirəm. Allah onları canı sağ eləsin. İnşallah işğaldan azad edilən torpaqları da qurub quracağı günlər qədər, illər qədər cənab prezidentə və xanımına, ailəsinə Allah ömür versin, sağlam ömür versin. Can sağlığı versin, elə sizlə bərabər. Elə sualım da onunla bağlı idi. Həmin o ölkənin birinci şəxsləri ilə görüşünüzdə nə hisslər keçirdiniz? Çox qürurluydu. Çox. İndi də, hələ də, yəni rastıma çıxır, gəlir, mənə deyirlər ki, necə bir hiss edir. Bəli, ara sıra videolarım paylaşılır. Sağ olsun dostlar, tanışlar hamısı. Həqiqətən özü bir qürur verici idi onun. Çünki hər kəsə nəsib olmur. Sərkərdə ilə görüşmək hər kəsə nəsib olmur. Həqiqətən çox qürur verici idi. Və elə bir sərkərdənin çətiri altında sizin oğlunuz döyüşüb və Qarabağı işğaldan azad edib. Bildiyiniz kimi Maya xanımın oğlu könüllü olaraq döyüşlərə yollanmışdı, müraciət eləmişdi məhz Ağdamda yerləşən səfərbərliyi üzrə hərbi xidmətə və o könüllü olaraq döyüşə yollandı. Və Şuşanın alınmasına bir neçə gün qalmış Xalid Hasan Kəlbəcər Şuşa yolunda gedən döyüşlərdə qəhrəmancasına savaşaraq şəhid olmuşdu. Allah ona qəni-qəni rəhmət eləsin. Allah onun ailəsinə, sizlərə uzun ömür versin, qardaşına uzun ömür versin. İnşallah onun kimi xeyirli, layiqli, vətənə, dövlətə layiqli bir övlad olsun. Elə biz Xalid Hasanın məzarı qarşısındayıq hal-hazırda. Allah onun timsalında burada uyuyan bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir diləyirəm. Mən həmişə istəyirəm ki, elə həmişə şəhid analarının bax belə indən sonra belə xoş sədalarını, xoş arzu istəklərini çatdırım. İnşallah mən bu əməlimlə, yəni universitetə qəbul olmağımla həm bütün birincisiz. Azərbaycanın bütün xanımlarına heç vaxt oxumaq gec deyil. Şüarını çatdırmış yaşından olduğum üçün, bəli, yaşından, vaxtından, yəni zamandan asılı olmadan bunu çatdırdığım üçün həqiqətən bir başqa qürurluyam ki, yəni mən bunu etdim. Mən bunu etdim, istədim və etdim. Yəni qadınlar üçün, qızlarım üçün ümumilikdə oxumaq heç vaxt gec deyil, təhsil almaq heç vaxt gec deyil. Azərbaycan kimi bir dövlətdə də rüşvətin, təhsildə rüşvətin olmadığı bir dönəmdə, bir zamanədə oxumaq heç vaxt gec deyil. Sadəcə buna biraz cəhd lazımdır, biraz səbr lazımdır və özünü
hazırlamaq lazımdır ki, oxuyasan, yenə də oxuyasan. Bilirsiniz ki, birinci Quran-ı Kərimdə də birinci ayə ekra olub Məhəmməd Peyğəmbərə. Yəni oxu, Allahın adı ilə oxu. Bəli, hörmətli tamaşaçılar, əziz Azərbaycan xalqı, tək ki həmişə belə xalqımızın, millətimizin xoş sədalarını çatdıraq. Mən bloger Orxan Şirinli, yenə də bu gün də sizə bu gözəl xəbəri çatdırdım. Özünüzdə müğayət olun, gələn görüşlərə dək.